Bugün Azərbaycanda 30 yaş üzərində insanların ciddi bir hissəsinin karyera artımı və yüksəlişi haqda yanlış, təhrif edilmiş və çox ideallaşdırılmış düşüncə və fikirləri var. Bəzi hallarda insanlar karyera mövzusuna çəhrayı eynə ilə baxdıqlarına görə öz həyatlarında olan artımın olmaması və uğursuzluqları karyeralarında artmamaqlarının səbəblərini özlərində görmürlər və yanlış qiymətləndirmə edirlər. Bu mövzuda mənim yazdığım 3 PDF formatda kitabça var. Karyera reallıqları, karyera egoizmi və toksik mühitdə karyera. Karyera reallıqları Azərbaycanda insanların beynində karyera mövzusunda olan yanlışlar və onların açıqlaması və doğru formasının tərifini verirəm mən. Karyera egoizmi kitabı ego haqda deyil. Karyera egoizmi nə deməkdir? Bir insanın özünə hörmət etməsi və özünə dəyər verməsidir ki, ətrafdakılar da, rəhbərlik də onu dəyərləndirsin və qiymətləndirsin. Toksik mühitdə karyera kitabçası isə bir rəhbərlə əməkdaşın necə əlaqə qurması haqda çox ciddi tövsiyələrdən ibarət kitabçadır. Hər kəsə şiddətlə tövsiyə edirəm.